Xocalıda bərqərar olan sülhün, ədalətin müəllifi Ali Baş Komandan İlham Əliyev bugün elə Xocalıdan dünyaya bir daha bəyan etdi. Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Bizim iradəmizə qarşı çıxanın başı əziləcək. Biz heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa hərbi cinayətləri unutmayacağıq. Hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmasın. Prezident Azərbaycan xalqının əyilməz ruhunu simvolizə edən Xocalı soyqırımı memorialının açılışında iştirak etdi. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı soyqırımı memorialının açılışında iştirak edib. Memorial dövlət başçısının 2025-ci ilin fevralında imzaladığı sərəncama əsasən Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədi ilə yaradılıb. Layihə Heydər Əliyev Fondunun hazırladığı konsepsiya əsasında reallaşdırılıb. Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib. Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiram əlaməti olaraq memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində Xocalıya Ədalət kampaniyasının rəmzi də badam çiçəyi olub və bu təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir. Memorial 4 bölmədən ibarətdir. İlk 2 bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb. Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir. Memorialda Xocalı qədim sivilizasiyanın izləri, Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir, Xocalını unutma adlı ekspozisiyalarda yer alıb. Ekspozisiya zalındakı Xocalı maketində faciə günü yaşanan dəhşətlərə dair məlumatlar interaktiv formada təqdim olunur. Ekspozisiya 44 günlük vətən müharibəsinə və dövlət suverenliyinin bərpasına dair məlumatlar, böyük qayıdış və viran edilən Xocalı yenidən dirçələcək ideyası ilə tamamlanır. Prezident İlham Əliyev memorialın xatirə kitabına ürək sözlərini yazıb. Əyləş. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə dövlət başçısı bəyan edib ki, Xocalı soyqırımı Ermənistan dövləti, Ermənistan faşistləri tərəfindən Azərbaycanlılara, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır. Azərbaycan xalqı üçün bu ən böyük faciədir və bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandığından dərhal sonra Xocalıya ədalət geniş miqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Dünyanın bir çox ölkələrində onun təşəbbüsü ilə son 20 il ərzində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konferanslar keçirilmişdir. Bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Çünki Ermənistan dövləti və dünya ermənliyi və dünya ermənliyinin və Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni örtbasdır etməyə çalışırdı. Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdı.
Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bugün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Prezident vurğulayıb ki, məhz Azərbaycanın təkidli səyləri nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı faciəsini soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam edir. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanınması bir addım idi. Vətən müharibəsi və şanlı zəfərimiz ikinci addım idi. Xocalı şəhərinin 2 il yarım bundan əvvəl işğaldan azad edilməsi isə son addımlardan biri idi. Və nəhayət, axırıncı addım bu yaxınlarda Bakıda keçirilmiş hərbi cinayətkarlar, onlara qarşı olan məhkəmə prosesi idi və Xocalı soyqırımını törətmiş, əhli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular. Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində hərbi cinayətkarların bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir. Bir hissəsi isə xüsusilə müxtəlif dövrlərdə separatçıların liderləri sayılan ünsürlər saxlanılmış və məhkəmə qarşısına gətirilmişdir. Bu, ədalətin tam təntənəsidir. Biz ədaləti özümüz təmin etdik. Xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərmişdir. 2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi. İşğalçılar torpaqlarımızdan qovuldu. Torpaqlarımızda qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk silah edildi və təslim oldu. Prezident bəyan edib ki, bu erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi. Xocalıya ədalət məhz o vaxt təmin edildi. Və bugün memorial kompleksin açılışı məhz Xocalıda açılışı bu ədalətin təntənəsidir. Çünki mən bunu təməl qoyma mərasimində demişdim. 2 il bundan əvvəl Xocalılarla birlikdə bu kompleksin təməlini qoyduq. O vaxt demişdim ki, Heydər Əliyev fondu tərəfindən bu layihə çoxdan hazır idi. Və necə var, necə tikilib elə də nəzərdə tutulmuşdu. Yer də seçilmişdi Bakıda. Və artıq son mənim qərarım lazım idi ki, bunun inşasına biz başlayaq və nəysə məni hər dəfə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi? O da inam idi ki, gün gələcək və bu memorial kompleksini biz Xocalada quracağıq və belə də oldu. Bu kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Prezident qeyd edib ki, bu memorial kompleksi Azərbaycan xalqının əyilməz ruhunu simvolizə edir. 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız həm öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı və bugün biz bu memorial kompleksin açılışında iştirak edərkən bir də deyirik ki, bugün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təhribat törətmək gəlməsin. Artıq Azərbaycan 92-ci ilin Azərbaycanı deyil. Bugün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdı dünyada. Və bugün biz sülh içində yaşayırıq. Və bunun təminatçısı Azərbaycan dövləti, bizim siyasətimizdir. Prezident bir daha bəyan edib. Biz heç vaxt nə Xocalı soyqırımını,
nə Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa hərbi cinayətləri unudacağıq. Hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmasın.